Bu videoda sizə avtomobil cərimələrinizi, məsələn radardan gələn cəriməni MyGov vasitəsilə necə ödəyə bilərsiniz onu göstərəcəm. İlk növbədə MyGova keçid edirsiniz. MyGova daxil olandan sonra birbaşa ana səhifədə də həmin bu cəriməni görə bilərsiniz. Əgər ana səhifədə əks olunmursa, aşağı hissədə olan xidmətlər bölməsinə keçid edirsiniz. Buradan isə cərimələrin bölməsinə klik edirsiniz. Açılan bu səhifədə sizin cərimənizin maddəsi yazılır, inzibati xətanın törədildiyi yer yazılır və ən aşağıda da məbləğ qeyd olunur. Əgər cərimədən əlavə bal da gəlibsə, həmin balı da burada görə bilərsiniz. Ödə butonuna klikləyirsiniz. Daha sonra davam et butonunu təsdiq edirsiniz və açılan bu səhifədə Apple Pay vasitəsilə də ödəyə bilərsiniz. Əgər Apple Pay yoxdursa, başqa kartla ödə butonunu klikləyirsiniz. Daha sonra burada adınızı, soyadınızı, kartın 16 rəqəmli PAN kodun, bitmə tarixin və kartın arxasında olan 3 rəqəmli CVV kodu yazıb davam et butonunu təsdiq edirsiniz. Həmçinin gələcək ödənişlərdə də bu kartı yadda saxlamaq istəyirsinizsə, boş xanaya da yes işarəsi qoyursunuz və ödənişi təsdiqləməkdən ötürü sizə göndərilən 4 rəqəmli parolu daxil edirsiniz. Bununla da əməliyyatı yekunlaşdırırsınız.